24-cü surənin işləyəcəyi Allah qoysa bəzi ayələrini mövzumuz zina barəsində, zinakarlar barəsində olacaq. Bu çox mühüm, vacib bir mövzudur. Hansı ki, bu bəla baş alıb gedir. Bunun qarşısı Allahın izni ilə yalnız kitaba, bu ayələrə inam gətirənlər və Allaha təslim olanlar ibrət alıb, öyüd nəsihət qəbul edib və bu şeydən, bu pis bir yoldan uzaqlaşa bilər inşallah. Deməli, 24-cü surədən başlayaraq oxuyuram, bəzi ayələri oxuyacağım. Lənətlənmiş şeytandan Allaha sığınıram. İsmi ilə Allahın Rəhman-Rəhimin. Bu, nazil edib, vacib buyurduğumuz bir surədir. Onda açıq-aşkar ayələr də nazil etdi ki, bəlkə siz düşünüb ibrət alasınız. Zinakar qadın və zinakar kişinin hər birinə 100 çubuq vurun. Allahın dini barəsində o ikisinə qarşı ürəyiniz yumuşalmasın. Əgər Allaha və axirət gününə inanırsınızsa, möminlərdən bir dəstə də onların əzabına şahid olsun. Zinakar kişi ancaq zinakar bir qadınla yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar yaxud müşrik biri ilə evlənə bilər. Möminlərə isə bu haram edilmişdir. İndi burada Allah qeyd elədi ki, bu öncə onu bildirdi ki, bu həqiqətən çox vacib bir mövzudur, vacib bir nazil etdiyi bir ayədir, surədə ayələrdir. Onda açıq, aydın, yəni burada bir çətinlik, bir sıxıntı, bir bu görəsən nə deyir, görəsən nə demək istəyir mövzusu deyil. Bu açıq, aydın bir ayələrdir ki, Allah buyurur ki, onda açıq, aydın ayələr var. Açıq, aydındır bu. Bəlkə endirdik ki, bəlkə siz düşünüb ibrət alasınız. İndi zinakar kişi, bir zinakar kişi ilə bir zinakar qadın olsa, onu deyir, bu buradakı hökmdə Allah bizə öyrədir ki, hər birinə, hər ikisinə, yəni təkcə qadın bunu eləyib, vay qadın çox pisdir, mundardır, filandır, belədir, elədir, amma kişi də indi eləyib də, indi bir kişidir də, nə olacaq, indi kişidir də, kişi deyib, onun üstünü örtmək düzgün deyil. Çünki Allah Quranda hər birinə deyir, hər birinə, yəni kişi də olsa, qadın da olsa, bu işi edən, bu alçaq və pis bir işi görən, buna bulaşan, hər birinə Allah buyurur ki, nə edin? Hər birinə 100 çubuq vurun. Və əgər Allaha və axirət gününə deyir, inanırsınızsa, inanmırsınızsa o heç, keçək mövzunu. İnanmırsınızsa durun gedin. İnanmırsınızsa kitabı bağlayın. Bu heç, bu mövzu artıq sizə aid deyil. Yox, əgər inanırsınızsa, kimə? Allaha və axirət gününə inanırsınızsa, möminlərdən bir dəstə onların əzabına şahid olsun. Möminlərdən bir dəstə bu əzaba şahid olmalı, mühümdür, vacibdir. Niyə? Çünki, indi baxın, Allah buyurur ki, əgər bir mömin, əgər bir zinakar, bir zina edərsə kişi ilə qadın, onu cəzalandırın, bir toplum olsun, həmin toplumun içində kollektiv olaraq, toplum olaraq, bir dəstə mömin şahid olaraq və ona acımadan, acımaq olmaz. Yəni, çünki bu həm ibrət olmalıdır hamısına, həm də bu işin cəzasını dadmalıdır, əzabını dadmalıdır. Bu hökm Allahdandır. Yəni, Allah bizdən daha rəhimlidir, bizdən daha mərhəmətlidir, bizdən daha hikmətlidir və o hökmü verəndə, hər hansı bir hökmü verəndə, biz deyə bilmərik ki, yazıqdır, indi olub da, indi belədir də, yox. Əgər Allah buyurubsa ki, bu işi görənə acımayın və ona 100 şallah vurun, demək bu icra olunmalıdır, bu qaçılmazdır bunun icrası. İndi, səbəb niyə bir dəstə mömin bu hadisəyə şahid olmalıdır? Səbəb, niyə bu səbəb, bu niyə görədir? İndi baxın, ardını oxuyuruq ayənin. Deyir ki, zinakar kişi ancaq zinakar bir qadınla yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar yaxud müşrik biri ilə evlənə bilər. Möminlərə isə bu haram edilmişdir. Gördünüz? Yəni ki, əgər bu adam zinakardırsa, bütün toplum onu görür
başa düşür, bilir ki bu adam nədir? Bu adam zinakardır. Və bu zinakara artıq kişidirsə ona ərə getmək, qadındsa onu almaq, evlənmək onunla olmaz. Artıq Allah bunu haram etmişdir. Yəni bir çoxları elə zənn eləyir ki, cəzanın sadəcə yüzşallahla bitirib, o ilə də təmizlənib çıxıb gedəcəksə, xeyr, bilsin ki, onun cəzası davam edir haçana qədər, ölənə qədər. Niyə? Çünki Allah deyir burada. Çünki Allah buyurur ki, əgər belə bir adam, belə bir adama, əgər kişidirsə, mömin qadın, kişidirsə, mömin qadın haramdır artıq, evlənə bilməz o ilə. Əgər qadındırsa, mömin kişi onu ala bilməz, evlənə bilməz o ilə. Artıq bunların bir-birinə bunlar haram etdi. Yaxşı, onda həmin adamlar artıq subay qalacaq, artıq bekar qalacaq, artıq evlənə bilməyəcək, bitdi onları. Yox, Allah deyir ki, nə olacaq? Ancaq həmin zinakar, ancaq zinakar bir qadınla, yaxud müşrik bir qadınla evlənə bilər. Burada niyə zinakar qadınla evlənə bilər? Yaxud müşrik bir qadınla evlənə bilər. Çünki həmin müşrik qadın, müşrik sözü şirk sözündən götürülüb, yəni şərik qoşan. O öz zövcəsinə, öz yoldaşına, həyat yoldaşına şərik etdi hansısa birini və ona xəyanət edib, onu bölüşdürdü. Ərlikdə, namusunda bölüşdü onu. Odur ki, onun xüsusiyyəti həmin müşrik ki qadın var, müşrik də qadın neynir? Allahı bölüşdürür. Deyir ki, Allah var və ilah var. Allahın sifətlərinə bir çox şeyləri neynir? Şirk qoşur. Yəni bunda bu keyfiyyətlər var. Bu Allaha, məsəl üçün, şirk qoşduğu kimi başqa bir öz yoldaşına da şərik qoşa bilər bir adamı, bir kişini. Və yaxud da ki, deyir ki, demək, biri kim oldu? Zinakar ki, bunun işi hələ budur, sənin də işin budursa, siz bir-birinə yaraşırsınız, deyir Allah. Siz bir-birinizdənsiz. Və yaxud da ki, nə etməlidir? Bir müşrikə və yaxud bir zinakara ala bilər. Həmçinin də bunların hər ikisi bir-birinə qarşı elədir. Qadın, mömin olanlar artıq onlara haram edilmişdir. Bunu bilməyən gənclər, bunu bilməyən insanlar, bunu bilməyən möminlər, müsəlmanlar neynir? Bu ayənin tam mənasını bilmədən böyük bir bəlaya qovuşur. Gedir böyük bir bəlaya bulaşır və xəbəri də olmur ki, artıq avtomatik olaraq onun evinin içində xanımı, müsəlman, mömin xanımı ona nə olur? Haram olur. Artıq ona haram olur. Necə ki, Allah başqa surədə deyir ki, sizə evlənmənizə, sizə haram olunmuş qadınları sayır, kimlərdir? Analarınız, bacılarınız və s. xalalarınız, bibiləriniz, süd bacılarınız və s. sayır. Necə ki, bir qadın iki uşağı əgər süd verib əmizdirsə, artıq onlar olur ayrı-ayrı uşağı. Onlar olur, nə olur? Süd bacı qardaşı. Onlar evlənə bilməz. Onların evlənməsi bir-birinə haramdır. Burada da əgər bir kişi gedib zina etsə, artıq ona mömin qadın, yəni hətta evli belə olsa, mömin evinin içində zövcəsi artıq ona nə olur? Allahın kitabı ilə haram olur. Allahın hökmünə görə. Ona görə də bu şeyə diqqət edin. Bilin ki, Allah, məsəl üçün, 17-ci surənin 32-ci ayəsində nə buyurur? 17-ci surənin 32-ci ayəsində Allah buyurur ki, zinaya da yaxın düşməyin. Yəni Allah sayır pis, həddi aşanları, pis yolda olanları və deyir ki, zinaya da yaxın düşməyin. Baxın. Və la təqrabu zina. Zinaya etməyin demir. Zinaya yaxınlaşmayın deyir. Və indi bunun xırdalığı çox böyükdür. Mən sadəcə, yenə deyirəm, burada vaxtım dar olduğuna görə mən məcburam ki, tez üstündən keçib əsas olan mövzunu çatdırım ki, bunun üzərində daha geniş danışmaq lazımdır. Çünki o çox çirkin və pis bir yoldur. Və davam eləyir hansı bunları və zinanı da onun içində sayır və deyir ki, bütün bunlar Rəbbinin qatında çox xoşuna gəlməyən pis şeylərdir. Bunu etmək olmaz. Və sonra 25-ci surənin 68-69-cu ayələrində Allah buyurur ki, demək, açaq onu baxaq.
Buyurur ki, onlar ki Allahla yanaşı başka bir ilaha dua etmezler. Allah'ın haram kıldığı canı haksız yere kıymazlar. Ve zina etmezler. Kim onu etse cezasını değil, mütlak çeker. O cezasını çekecek. İndi cezası çeker nedir? Kıyamet günü onun azabı ne olacak? Kat kat olacak. Ve ora dikkat, zelil bir halde ebedi olarak orada kalacak. Bakın ne kadar tehlikeli bir iştir. Bakın ne kadar büyük bir beladır, pis bir yoldur. Odur ki, Müslümanlar, kardeşlerim, dikkat eləyin. Dikkat eləyin özünüze, dikkat eləyin evlatlarınıza, genç uşaqlarınıza. Həddi buluğa çatmış, Müslüman, özünü Müslüman sayan, bu yolda olan Müslüman kardeşlerinize, bütün insanlara dikkat eləyin ki, bu şeye bulaşmasınlar. Ki sabahları sen gedib Müslüman bir hanım, Müslüman bir kadın, kız öz evladın için almak isteyeceksen. Ki o, bilmeyeceksiniz ki o senin evladı bu haramdır. Ki Allah Kur'an'da burada bize izah elədi ki o müminlere haram edilmiştir. O ile evlenebilmez artık, ona mümin kadın haramdır. Ona göre de Allah yukarıda buyurur ki bir dəstə müminlerden onun əzabına şahid olsun, onu bilsinler, tanısınlar ki sabah ona ne ərə gedən olmasın, ne ona kız veren olmasın, ne de ona yakın düşen olmasın. Odur ki Allah buyurur ki ve bunun ardıyca Allah buyurur ki ismetli kadınlara zina isna edip sonra 4 şahit getirmeyenlere 80 çubuk vurun ve onların şehadetini hiç vaxt kabul etmeyin. Onlar əsl fasiklerdir. İndi kim zina edipse aman Allah o bittim, ben öldüm, ben yok oldum. Allah şans verir. Ne verir şans? Deyir ki bundan sonra tövbe edip, yani bunu bilmirdin. Tövbe edip özlerini ıslah edenler müstesnadır. Çünkü Allah bağışlayandır ve rəhmədendir. İndi burada Müslümanlar bilin ki bir kadına zina isnat etmek büyük bir günahtır. İnsanın kıyafesinden, insanın zahirine kıymet verip ona zinakar diyebilmezsin. Çünkü Allah buyurur ki şüphesiz ki hakikaten gafil olan, yani habersiz olan, hiç neden habersiz, namuslu, mümin kadınlar, iftira yakanlar dünya ve ahirette lənətlənmişdilər. Onlara Allah artık dünyada ve ahirette lənət edib. Ve onlar için büyük bir əzab vardır. O gün dilleri, elleri ve ayakları onların əleyhinə şahitlik edecektir. Etdikleri əməllər barəsində. O gün Allah onları layıqın cezasını verecektir ve onlar bilecekler ki Allah açık aşkar haktır. Murdar kadınlar murdar kişilerin, murdar kişiler ise murdar kadınlarındır. Temiz kadınlar temiz kişilerindir. Temiz kişiler de temiz kadınlarındır. Onlar onların söylediklerinden, həmin iftiralarından bu mümin kadın ve kişiler şüphesiz ki uzaktılar. İndi benim deməyim odur ki bu büyük bir belanı, bu büyük bir xətanı, belə bir şeyi ehtiyatlı olun, uzaq durun. Mən qısa olaraq danışdım. Bəziləri elə zənn edir ki, kişidirsə buna hər şey olar, bu nə istəsə eləyə bilər. Və bəziləri elə zənn edir ki, bunun üçün keçərlidir hər şey. Amma elə deyil. Və bəzi kişilər elə zənn edir ki, qadınlardan üstündür, hüquq barəsində, mənəmnə barəsində. Bəzi suallar da verilir ki, kişi qadından üstün deyil. Xeyr. Bu barədə inşallah danışacağıq. Heç bir üstünlük yoxdur və bunun dəlillərim var. İnşallah ki, gələn səfər Allah izin verərsə bu barədə də danışacağım. Ki bəzi bir ayə var ki, deyirlər ki, gətirirlər ki, qadın kişidən üstün, kişi qadından üstündür. O dəlili gətirirlər ki, hansı ki orada üstündür yox, üstündədir ayəsidir. Mən onu inşallah açıqlayıb danışacağım.